Heç kəs bizimlə bu ritorikada danışa bilməz. Bunu Yeni Çağı açıqlamasında politoloq Turan Rzayev deyib. O, Rusiya ilə Azərbaycan arasında buzlar ərisə də, hələ də müşahidə olunan soyuqluq barədə fikirlərini səsləndirərkən deyib ki, gərginliyin uzun müddət çəkməyəcəyi aydın idi. Aydın məsələdir ki, Azərbaycanla Rusiya arasında gərginlik uzun müddət qalmayacaqdır. Rusiya bizim şimal qonşumuzdur və kifayət qədər güclü, hardasa da düzgün davranılmadığı təqdirdə təhlükəli bir ölkədir. Belə ölkələrin Azərbaycan hər zaman balans siyasətinə fikir veribdir. Təbii ki, Azərbaycan balans siyasəti, yəni klassik balans siyasəti var, bir də postmodern balans siyasəti var. Fərq nədir? Yəni Azərbaycan əvvəllər dövlətlər arasında balans siyasəti yeridirdi. Bəzi şeylər görməzdən gələ bilirdi. Amma indi Azərbaycan yenə balans siyasəti yeridir, amma artıq maraqlarımıza zidd olan məsələlərdə kəskin mövqe sərgiləyə bilirik. Amma biz bunu Rusiya ilə, İranla, Amerika ilə, Fransa ilə şahid olduq. Yəni Azərbaycan artıq göstərir ki, o regionda mühüm bir oyunçudur və ən az onlar qədər də onun da haqqları var və heç kəs ondan bu tonda, bu ritorikada danışa bilməz. Rusiya ilə gərginlik təbii ki, tam olaraq səngiməyib, amma məsələn Prezident İlham Əliyev qələbə paradında iştirak edəcəyini deyibdi. Bu deməli o deməkdir ki, artıq diplomatik münasibətlər əvvəlki qaydaya düşübdür. Yəqin ki, bu məsələlərin tam həllində biz Moskvada şahid ola bilərik. Yəni münasibətlərin əbədi qalması vəziyyətdə mümkün deyildi. Amma bu bir reallıqdır ki, iki ölkə arasında, xüsusən Azərbaycanın Rusiyaya qarşı etimadı sarsılıb. Bunu İran da eləmişdi, indi Rusiya da edirdi. Biz artıq bu ölkələrə təkcə qonşumuz yox, yeri gəldikdə deyim maraqlarımız çərçivəsində cavab verə biləcəyimiz, həmçinin bu ölkələrin eyni hərəkət etməməli olduğumuzu da gördük və artıq klassik balans siyasətindən postmodern balans siyasətinə keçid eləmişik.